Lazer korreksiya edərkən hansısa risklər ola bilərmi? Əlbəttə ki, olar. Yəni kim dedi ki, fəsadsız əməliyyatsa mən təmin edirəm və qaranti verirəm, o yalandır. Dünyada elə bir şey yoxdur. Kim də onu deyirsə, o yalançıdır. Yəni ki, həkimin işi nədir? Bir neçə aparatdan sizi keçirdəcək, göz dimizi yoxlayacaq, mənfili yoxlayacaq, müsbət ya astigmatizm, xüsusi aparat var, qalınlığı yoxlayır. Bizim aparatımız 25.000-50.000 nöqtə buynuz uçada yoxlayır. Təsəvvür edin nə qədər dəqiqdir. O 50.000-i analiz edir və deyir ki, burada nə qədər ehtimal var. Yəni ki, o da deyəndə ki, hər şey yaxşıdır, onda cəmi 2%, 5%, amma 2% ehtimal var ki, hansısa bir fəsad baş versin. Yenə də o, yəni ki, körlük olmur, belə bir şey, belə fəsadlar kitabda yazılır, mən heç vaxt görməmişəm. Yəni ki, ciddi bir şey olmur orada. Olsa da əksəriyyəti həkim düzəldə bilir. O üçün əməliyyatdan qorxmayın. Bütün gün ömür boyu eynəklə gəzməkdənsə həll eləyin, get.